4. Birinci gün oruç tutmaq. Məhərrəm ayının birinci günü oruç tutmaq müstəhəbdir, savabdır. İmam Rıza əleyhissalam bu oruç tutmaq haqqında belə buyurur. Hər kim bu günü oruç tutsa və Allahdan öz istəyini diləsə, Allah onun duasını qəbul edər. Bu həmin gündür ki, Zəkərya peyğəmbər Allahdan övlad istədi və Allah onun duasını qəbul edib Yəhyanı ona bəxş etdi. Bildiyiniz kimi Qur'an-ı Kərimdə bu barədə söhbət açılır. Zəkərya peyğəmbərin övladı olmurdu və Allahdan dua etdi. Övlad istədi. Allah ata peyğəmbər Zəkariyaya, oğlu peyğəmbər Yəhyanı bəxş etdi. Həmin dua Məhərrəm ayının birinci günü baş vermişdir və duası qəbul olunmuşdur. 5. 2 rükət namaz qılıb bir dua var, onu oxumaq. İmam Rıza əleyhissalam buyurur, peyğəmbər Məhərrəm ayının birinci günü 2 rükət namaz qılar. Necə istəyirsiniz qılın, hansı surəni oxuyursunuz oxuyun və namazdan sonra əllərinizi göyə qaldırıb 3 dəfə bu duanı oxuyun. Allahümmə əntəl ilahul qadim və hazihi sənətun cədidə. Belə başlayır. Çox uzun da deyil, qısa bir duadır. Məfatihül Cinan kitabında bu dua qeyd olunmuşdur. Və axırıncı, bu 10 günün də orucu bəzi alimlər qeyd ediblər ki, 10 gün ərzində 9 gün oruç tutmaq yaxşıdır, amma Aşura günü isə oruç tutmaq yaxşı deyil, bəyənilmir. Əhl-i Beytin düşmənləri Bəni Üməyyənin bayram edib həmin günü oruç tutduğu günlərdəndir. 9 gün amma oruç tutmaq müstəhəbdir alimlərin buyurduğuna əsasən, 10-cu gün isə xeyr. Əksinə, həmin gün oruç tutmaq məkruhdur, bəyənilmir. O cümlədən qara köynək geymək, İmam Hüseyn İslamın müsibətini yada salıb ağlamaq, göz yaşı tökmək, ağlaya bilməyəndə özünü qəmgin hala salıb ağlamaq formasında olmaq ki, qüssə bilinsin. Və o cümlədən də həmin bu Məhərrəm ayında çalışaq kasıbları, məhrumları diqqətdə saxlayaq və xüsusilə də İmam Hüseyn əleyhissalamın Kərbəla məktəbinin mahiyyətini, həqiqi qəhrəmanlıq, şücaət məktəbini insanlara çatdıraq.